Qusar rayonunda yol hərəkəti qaydalarına riayət olunmasının təşviqi, hərəkət iştirakçılarının maarifləndirilməsi və yol nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə profilaktik tədbirlər davam etdirilir. Bu barədə Dünya TV-nin Şimal Bürosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib. Məlumatda bildirilir ki, Qusar rayon polis idarəsi Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı yol hərəkəti qaydaları kobud şəkildə pozaraq avtoxulğanlıq edən daha bir sürücü 28 yaşlı Tural Qasımov saxlanılıb. Onun idarə etdiyi VAZ 2106 markalı 38 BX 530 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə yol hərəkəti qaydalarını davamlı şəkildə pozduğu təhlükəsizlik kameraları vasitəsilə qeydə alınıb. Araşdırma zamanı sürücünün avtoxulğanlıq edən zaman narkotik vasitə və spirtli içkinin təsiri altında olduğu da müəyyən edilib. Sürücü barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Tural Qasımovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o 1 ay inzibati qaydada həbs edilib. Günay Hüseynova, Aydın Adıgözəlov, Həcər Həsənova. Bugün informasiya proqramı üçün.